İdmanda uğursuzluğun günahı kimdədir? İdmançıda, məşqçidə, yoxsa valideyndə? Bir idmançı yarışda uduzandan sonra göz yaşlarını silir. Məşqçi başını aşağı salıb düşünür. Valideyn əsəbi halda məşqçini günahlandırır. Yarışda uduzan idmançı deyir ki, məşqçim zəifdir, məni düzgün hazırlamadı. Məşqçi isə deyir ki, idmançı məsuliyyətsizdir, məni dinləmir, çalışmır. Valideyn isə deyir ki, mən uşağımı məşqə gətirmişəm, niyə nəticə yoxdur? Bütün günah məşqçidədir. Sual budur. Həqiqətən günah kimdədir? Bu videoya həm idmançılar, həm məşqçilər, həm də valideynlər baxacaq. Ona görə hər kəs özündən sual versin. Bəlkə də elə günahkar özüməm. 1. Günah məşqçidədir. Bəzi idmançılar deyir ki, məşqçim məni yaxşı hazırlamadı. Bəs sən öz üzərində kifayət qədər işlədinmi? Hər məşqdə 100% gücünü verdinmi? Məşqdən sonra əlavə çalışdınmı? Qidalanmana, yuxuna, bədəninə diqqət etdinmi? Məşqdə tərləyirsən, yoxsa vaxtı öldürürsən? Əgər bunları etməmisənsə, məşqçidən şikayət etməyə haqqın varmı? Bəzi məşqçilər var ki, idmançının ən yaxşısını ortaya çıxarır. Bəzi məşqçilər də vardır ki, sadəcə məşqlərini keçib gedir. Bəs sənin məşqçin hansı birinə aiddir? 2. Günah idmançının özündədir. Bəzi idmançılar çalışmaq əvəzinə bəhanə tapır. Bəzi idmançılar məşqə gəlir, amma beyni başqa yerdədir. Sən məşqə tam motivasiya ilə gəlirsən, yoxsa sadəcə məşqə getdim demək üçün gəlirsən? Sənin zəif nəticə göstərməyin məşqçinin günahıdır, yoxsa sən özünü aldatmısan? Ən yaxşı idmançılar həmişə məşqçidən asılı qalmır. Məşqçi nə qədər yaxşı olursa olsun, idmançı özü inkişaf etməlidir. 3. Günah valideynlərdədir. Bəzi valideynlər var ki, məşqçiyə qarşı hər şeyi özü bilirmiş kimi danışır. Övladını məşqə gətirir, amma sonra onunla maraqlanmır. Nəticə gəlməyəndə məşqçini günahlandırır. Valideynlər uşaqlarını uğur üçün deyil, öz arzularını həyata keçirmək üçün məcbur edir. Valideynlər uşaqlarını müqayisə edir, onları stresə salır. Valideyn olaraq sən nə edirsən? Sən öz övladını necə motivasiya edirsən? Sən ümumiyyətlə uşağının psixologiyasını başa düşürsənmi? Uşağının zəif tərəflərini görsənmi, yoxsa sadəcə nəticə istəyirsən? Əgər övladın məşqə maraq göstərmirsə, əgər övladın həmişə şikayət edirsə, əgər övladın nəticə qazana bilmirsə, bəlkə də problem məşqçidə deyil, valideyn yanaşmasındadır. Bax, bu sualların cavabı təkcə məndə deyil. Bu sualların cavabı səndədir. Sən məşqçisənsə, özünü analiz et. Bəlkə də sən düzgün metod tapa bilməmsən. Sən idmançısansa özünü analiz et. Bəlkə də sən bəhanələr axtarırsan. Sən valideynsənsə özünü analiz et. Bəlkə də sən öz övladını düzgün istiqamətləndirməmsən. Bu videonu izləyənlərə bir sual. Əgər bir nəfəri günahlandırmaq məcburiyyətində olsaydın, kim olardı? İdmançı, məşqçi, yoxsa valideyn? Şərhlərdə öz fikrini ətraflı yaz. Ən maraqlı cavabları növbəti videoda oxuyacağam.